Və aleyküm salam və rahmetullah. Qulaq astım. Yəni orada fikirlər məsələn səsləndi ki, o fikirlər heç biri bir əsaslanmır. Sadəcə zənn və şübhədir. Birinci qardaşlar belə fikirləşirlər, belə fikirləşənlər var ki, göy ki, mən yaxşı idim, sonra getdim Mədinəyə, orada Nəzrətullahla görüşdüm, Nəzrətullah adamlarına, sonra gəldim, mən dəyişdim. Bu, zəndir, yalandır və böhtandan başqa bir şey deyil. Mən artıq Mədinəyə gedəndə, artıq mən bu fikirləri mənə çatmışdı, o da Səlim tərəfindən. Və qardaşlar məyər bilmirlər ki, necə bu hadisələr başladı. Hadisələr başladı birinci Səlimlə. Və mən dərhal Səlimlə şey eləmədim ki, bu artıq neçə vaxt idi ondan səhv məlumatlar gəlirdi. Yəni necə, sələfə minhəcinə uyğun olmayan məlumatlar gəlirdi. Özdə o məlumatları, hətta Adildən o məlumatları mənə sələf mənhəci qrupunun orada o işlədən çatdırırdı, gətirirdi. Çünki düzdür, o demək deyil, o söz daşıyan idi, o. Elə yanaşmaq düzgün deyil. Sadəcə, məsələn, eşidirdi o, gəlirdi, soruşurdu ki, bizdən başqa şey eşidib bax həmişə. Gəlib soruşurdu ki, bəs məsələn, filan dərsdə tutaq ki, filan kəs belə danışdı. Bu məyər belə idi, biz başqa cür eşitmişdik. Mən də deyirdim, ola bilsin bilmirlər, ola bilsin belə və ya məsələn, filan ömrədə, məsələn, Kəbədə oturmuşdum, filan kəsin ətrafında hamısı təkfir edirdi hakimi. Osa susurdu. Və ya deyirdi, yeri deyil və s. Və bu adamlar da bunun ətrafındadır. Hamısı o adam, çox əsasını o adam mənə deyirdi və indi Sələf minhəcinin rəhbərliyi edir. Bu söhbətlər belə başladı ki, artıq gördüm, ətrafında söhbətlər çoxalır Səlimin və biraz maraqlanmağa başladım. Onun da saytı var. O saytdan, mülahizələrdən də o qardaşlar mənə verdilər ki, bu məsələlərdə bir dəqiqləşdir, bu məsələ belə şey var, yoxsa yoxdur. Baxdım, gördüm ki, yoxdur belə şey, bu nə danışır? Və ona nəsiyyət yolladım. Çünki artıq yayılmışdı onun adından belə şeylər. Görə dedim ki, burada nə var, Sələfi də, əlhamdülillah Sələfi də deyəcəm ona ki, qardaş, bu məsələ də aydın, o da gətirəcək, qutardı, bitəcək söhbət. Və lakin, indi kim məlumatı var, mən yazdım ona nəsiyyət. Lakin başladı mənə təhqir eləməyə. Təhqir, sözlər işlətməyə, alçatmağa və s. Sonra, biraz bununla yazışandan sonra Sələf Forum ortaya çıxdı. Sələf Forum bu məsələni elə bir daha da şiddətləndirdi və əcaib fikirlər gətirdi. Onda mən ondan qabaq bilmirdim ki, məsələn, onlar belə şeylər danışırlar. Çünki onlar maraqlanmırdı, rus dilində sayt idi və salam. Və onlar artıq mənə gələndə, amaşı mənə ayrıca şəxsimə bir vərəq yollayanda ki, hansı ki, o vərəqdə hakimə qarşı çıxmaq göstərilir. Yəni, o vərəqi kimə versin, deyəcək ki, hakimə qarşı çıxmaq olar. Və əcaib fikirlər artıq deyana bilmədim. Gördüm ki, mənə boyunda vacibdir ki, bu fikirləri izhar edeyim və cəmaatı bildirim. Və təbii ki, tələbələrlə danışdım birinci. Hətta Mədinəyə gedəndə tələbələrlə yığışdım, dedim ki, belə fikirlər var, belə. Lakin onların maraqlı olmadı. Hətta birinci də oturanda tələbələr məndən İbrahim Rəhəlindən Nəzarətullahdan danışdılar. Mən onlara şeydən danışdım, o hələ qısa keçdilər bunu və onları bunu çox maraqlandırmadı. Qardaş, bu Nəzarətullahın buna nə dəxli var? Bu söhbətdə Nəzarətullahın heç bir dəxli yoxdur. Nəzarətullah mənə öyrətməyib heç nəyi. Sadəcə, kim ki deyir, bu zəndir. Və salam, zəndən başqa bir şey deyil. Zən və böhtan. Ona görə, qardaşlar, burada
söhbəti ora-bura fırlatmaq lazım deyil. Mən elə də səviyyədə deyiləm ki, aşağı səviyyədə ki, durub heç nədən durub başlayayım heyecan təhlil çalmağa. Yox, problem var. Problem həll olmalıdır. Düzgün istiqamətdə. İndi kim bilmir, kim bilmir, öyrənsinlər. Heç biri, mən sizə bir dənə şey deyirəm də, heç biri o tələbələrdən gəlib bir dənəsi maraqlanmadı ki, qamə, o nə söhbətdir? Səbəb forumda, arozda nə söhbətdir? Sadəcə bir-iki nəfərdən başqa. Çünki onlar maraqlı deyil. Əgər dəvət maraqlıdırsa, bu dəvəti görədir. Mən şəxsləri görə, özümə görə görürəm ki, orada təqliddən zaddan danışır. Onlar elə başa düşürlər ki, mən deyirəm ki, mənə təqlid edin, mənim dediyim olsun. Yox, olar qardaşlar, yox. Bu şey təlbisdir və yalandır, zəndir, böhtandır, başqa söhbətlər deyil. Ona görə o fikirlər hamısı boş şeylərdir, söhbətlərdir. Kimlər ki, irəli sürür. Bunlar hamısı zəndir, başqa şey deyil. Aleyküm salam. Soruşurlar ki, bəs mən hər tələbədən tələb eləmişəm. Yox, hər tələbədən tələb eləməmişəm bunu. Mənim söhbətim Adil'ləndir. Adil nə olub? Yəni, əsas tələbim. Və bunda səbəbləri var. Amma qaldı ki, başqa tələbələr, onlardan heç istəməmişəm tələb və s. Kim deyir ki, mən bütün tələbələrdən, onlar sadəcə mövzunu başqa istiqamətə fırlatmaq istəyirlər, mənə el göstərmək istəyirlər ki, baxın, o hamımızı belə eləyir. Onların nə işim var mənim? Mən səbəblərə görə bir nəfərdən istəmişəm, amma kimsə oradan-buradan danışır, onlar sussalar yaxşıdır. Onlar üçün daha yaxşı olacaq. Çünki danışırlar, sonra həmişə yer qoymaq lazımdır ki, birdən sabah adamla görüşəndə heç olmasa utanmayasan. Elə ona görə dedim, birdən utanarlar artıq, nələr demişlər. Hətta səfərə gedəndə görüşmədim ki, birdən utanarlar, həyalı olarlar. Nə danışırlar, mənə oturub sonra üzümə gülməsinlər. Yəni, bu məsələdə çoxlarına heç aid deyil bu məsələ. Girbilər ortaya, meydana və danışırlar ağzına gələnləri. Sadəcə biz ədəbə və s. fikir veririk, səbirlə qulaq asırıq və mövqeyimizdə dayanmışıq. Biz həddadi deyirik, həddadilərə qarşıyıq və hələbiçilərə qarşıyıq. Meyillilərə, o hizbi fikirlərinə meyillilərə qarşıyıq. Və salam. Burada bir nəfərdən tələb olunub, o tələb gec olsa da müəyyən bir qədər deyildi. Və salam, inşallah o birisi yaralanır.